Bəli dostlar, telefonda zəng səslərini qeyd etmək üçün ilkin olaraq telefon proqramına daxil oluruq və gördüyünüz kimi telefon proqramı açıldı və burada baxın sağ üst küncdə kiçik bir ayarlar loqosu var, yəni tənzimləmə loqosu var. Buna daxil olursunuz və gördüyünüz kimi burada müəyyən funksiyalar və baxın ikinci funksiya arama kaydı. Bizim zəng səslərimizi qeyd edən funksiyadır. Bu mütləq sizin telefonunuzda olmalıdır ki, bunu açasınız. Baxın, burada 2 dənə funksiya gəldi. Arama kaydı bildirimi və aramaları avtomatik kayd et. Bunların ikisi də sizdə bağlı olacaq. Mütləq bunları aktiv edin və burada baxın tüm numaralar var. Bunu seçin. Tüm numaraları seçdiyinizdə bütün telefon zənglərini qeyd edəcək. Yox, seçili numaralar düyməsinə klik etsəz, müəyyən nömrələr verəcəksə, kontaktınızda olan bütün nömrələr gələcək. Bəzilərini seçib sırf onların zəngini qeyd edə bilərsiniz. İndi mən tüm numaralar deyirəm və bundan sonra danışıq etdiyimiz zaman, yəni zənglə kiminləsə danışdığımız zaman bu səsləri qeyd edəcək. Gəlin bunu sübut olaraq göstərim sizə. Baxın, geri çıxdım. Tutaq ki, buradan zəng edirəm mən bu nömrəyə. Zəng etdiyim zaman baxın burada arama qeydi qeyd olunur. İndi burada düzü zəngi açmır deyə buradan bizə məlumat vermir. Baxın, kayıt bölümü burada boş görünür. Normalda o kayıt yazılan yer mavi rəngdə görünməlidir. Yəni belə, siz zəngi danışdığınızda, yəni səs qeyd eləməyə başlayanda avtomatik o göy rəng olacaq və qeyd edəcək. Gəlin indi bunu sübut olaraq digər telefondan zəng edim və sizə göstərim. Bəli, özümdən özümə bu dəqiqə zəng edirəm. Burada zəngi açdım və zəngi açdığımızda özünüz də görürsünüz ki, burada kayıt bölümü qayd edir. Baxın, 3 saniyə, 4 saniyə orada mavi rəngdə saniyə bölümü gedir. Yəni siz də bu formada zəng səslərini qeyd edə bilərsiniz. Bəs indi soruşsaz ki, bu zəng səs qeydləri hara düşür, necə olur bu zəng səs qeydləri? Gəlin bunu da göstərim. Deməli, telefonunuzda səs yazan proqramı tapacaqsınız. İstəsəz buradan gəlin belə axtarın, istəsəz də alta belə yaza bilərsiniz. Baxın, səs qaydedici deyə bir funksiya var. Bunu tapdınız. Buna girirsiniz. Baxın, burada kiçik bir 3 nöqtə var. Baxın, bu 3 nöqtəyə klik etdiniz və burada baxın qayd edilən aramalar. Baxın, 2 dənə zəng səsi qeyd etmişəm. İkisi də buraya tam şəkildə düşüb. Yəni siz də bu formada zəng səsini yaza bilərsiniz. Əlavə olaraq da bir funksiya da göstərəcəm mən sizə. Əgər bu zəng səs qeyd edici funksiyası, yəni arama kaydı göstərdim az öncə, o funksiyanı tapa bilmirsə, yenə telefon proqramına daxil olun. Sağ küncdən ayarlara daxil olun burada və arama kaydı var. Baxın, açıq göstərir məndə. Artıq bu açıqdır. Yox, sizdə burada yoxsa düşün belə aşağılara baxın. Sonra gəlin baxın, burada gelişmiş ayarlar deyə bir funksiya var. Bunun içinə girin, bir-bir baxın. Diqqətlə hər yerə gözünüzlə axtarın ki, bəlkə o funksiya fərqli yerlərdə ola bilər. Çünki telefondan telefona dəyişir. Bu başqa yerdə ola bilər. Baxın, burada arama bekletmə var. Məsəl üçün buna girin, diqqətlə baxın, görün burdadır ya yoxdur. Sonra gəlin burada konum var, avtomatik cavablama var. Baxın, kapalı. Buna girin, bunun yanına baxın. Bəlkə buralarda da ola bilər. Yəni bir-bir bütün ayarlara girin, baxın. Ola bilsin fərqli yerlərdə ola bilər. Məndə həmişə ikinci sıradadır. Açıq olaraq göstərilir. Gəlin indi başqa bir telefon var əlimizdə. Bu telefonda da açmağı göstərim, sonra videomuzu sonlandıraq. Bəli dostlar, digər telefonumuzda zəng səs qeydini açmaq üçün ilk öncə yenə telefon proqramına daxil oluruq və burada biraz fərqlidir ayarlar falan. Geri çıxırıq. Baxın, 3 nöqtə var. Bu da sol üst küncdədir. Buradan 3 nöqtəyə klik etdiniz. Baxın, settings, yəni ayarlar var burada. İndi baxın, buranı sizə göstərməkdə məqsədim odur ki, bu telefonda o funksiya yoxdur. Yəni səbəb odur ki, səbəb burada telefon proqramının ağ və ya mavi olmasıdır. Baxın, bu telefonda telefon proqramına baxın, mavi rəngdir. Yəni Google Phone proqramıdır bu. Google telefon proqramıdır. Amma digər telefonda fikir verdinizsə, telefon işarəsi, yəni zəng işarəsi yaşıl rəngidir. Əgər sizdə də yaşıl rəngdirsə, o zəng funksiyası olacaq. Amma Google-un bu funksiyasında, bu proqramında o funksiya dəstəkləmir. İndi bunu necə aça bilərik bu Google funksiyası olanlarda? Bunu açmaq istəyirsinizsə, ilkin olaraq aşağıdan kanalımıza abunə olub videoya like atın ki, mən 100.000 abunə olum və bu formada videolar çəkməyə davam edeyim. Yəni onu demək istəyirəm ki, siz bunu etsəniz, mən zamanla bunun videosunu çəkəcəm sizlər üçün. Sadə bir şeydir, onsuz araşdıracağam, nə cür çəkmək olar, çəkməyi göstərəcəm və yenə burada da zəng səsləriniz haraya düşür? Yenə əlbəttə ki, zəng səs qeyd edici funksiyası səs yazma funksiyasına düşür. Baxın, gördüyünüz kimi köhnə səslər var burada. Burada recover deyə bir yazı var. Bura kliklədiyinizdə görəcəksiniz. Həmçinin burada kəls yazılıb, yəni zənglər deyə bir şey var. Zəng qeydləriniz hamısı buraya düşəcəkdir. Yəni zəng səs yazanı funksiyası bu formadadır. Telefonun başına iş gətirmədən, telefona virus falan salmadan bu formada qeyd edə bilərsiniz. Bir də bir tövsiyə verim sizə. Bunu nəzərinizdə saxlayın, çox vacibdir. Girib Google Play Store-dan zəng səs yazanı və yaxud da zəng qeyd edici falan yazıb tapıb bunları yükləməyin. Çünki bunlarda virus ola bilər. Nümunə olaraq müəyyən proqramlar göstərim. Baxın, gördüyünüz kimi Google Play Store-a zəng səs yazma yazdım və buradan axtarış verirəm. Belə müəyyən proqramlar çıxır. Bunların heç birinə güvənməyin. Yəni bunlar heç biri sizin köməyinizə çatmayacaq. Səbəb odur ki, bu funksiyalar işə yaramır. Çünki bunlar sizin telefonunuza virus salır, telefonunuzu təhlükəyə atar, amma o funksiyanı açmır. İstəsəz yoxlaya bilərsiniz, amma mənim tövsiyəm odur ki, belə şey etməyin. Çünki bunlar heç biri işə yaramır. Yoxlasaz özünüz görəcəksiniz. Yəni sadə olaraq mənim aşağıdan kanalıma abunə olub videoma like atın. Mən bunun videosunu inşallah problemin həllini tapan kimi çəkib sizlərə göstərəcəm.